biznesmen oldu. Əli biznesmen oldu. Əminə çempion oldu. Leyla medyanın rəhbəri oldu. Tenderde en çok udan, en çok pul verilen senin aile biznesindir. Senin aile şəbəkəndir. En çok udanlar ve en çok pul ayrılanlar. Muharebeden çıkmışıqsa Əliyev. Biraz az ye, biraz az tala. Nəvənə biznes kurma. Kızına biznes kurma. Arvadına biznes kurma. Əminiyə biznes. Qazinin haqqını ver. 80'den çok, 100'den çok qazi intihar elədi. Ay cəmaət, ay millət. Bizə çatanda, sizə çatanda, xalqa çatanda deyir müharibədən çıxmışam. Özünə çatanda hər fahişəliyə imza atır. Üzr istəmə ifadəmə görə. Hər əxlaqsızlığa, hər oğurluğa, hər tamahkarlığa, cinayətə imza atır. Bizə xalqa çatanda deyir ki, biz çıxmışıq müharibə şəraitindən, biz hələ özümüzə gələ bilmirik. Əliyev, sən hələ özünə gələ bilməmsən, bu qədər oğurluq edirsən, bu qədər talançılıq edirsən. Bir də Allah şahidimdir ki, bir damcı qərəzlə yanaşmıram. Hələ az deyirəm. İlham Əliyevin bütün oğurluğunu Azərbaycan xalqı verir. Bu dəqiqə Azərbaycan xalqının körpəsinin haqqını Əli, Vəli, Pirvəli, Əliyevin ailəsi, ailə üzvüsü, şəbəkəsi, nazirləri biznes qurur. Buna görə də biz dilənçiyik. Biz yoxsuluq. Biz ölkəmizdən, gənclər ölkəni tərk edir. İnsanlar Rusiyada, Türkiyədə, Avropada hambal işləyir. Ailəsinə göndərir. Ailəsinin çörəyi olsun. Ailəsi bir tikə çörəyə möhtac olmasın. İlham Əliyev, sən hansı şeylərdən danışırsan? İnsanları az dola. İnsanlar bilir ha. Sən insanları doluyursan. İlham Əliyevin adını yazmayın şərh bölümündə. O yazdığınız adlar İlham Əliyevin adlarıdır. Fahişə xalqın haqqına girəndir. Fahişə xalqa zülm verəndir. Fahişə insanları qətlə yetirəndir. Fahişə insanların qoluna saxta qandal vurandır. Fahişə jurnalistləri tutturandır. Fahişə qadın jurnalistləri həbsə attırandır. O insanın adı fahişə olur. Fahişə cinayət işlərini bağlayıb günahsızları cəzalandırıb günahkarları azadlıqda gəzdirəndir. Bildiniz mi fahişə kimdir? Yəni fahişə sənin Əliyevindir, Nağıyevindir, vilayətindir, Kamranındır. İndi öldürərsən, mənə təhdid edirsiniz. İlham Əliyev başı boyda mənə təhdid mesajı yazdırır hər gün. İlham Əliyev adına layiq, özünə layiq, şəxsiyyətinə, qeyrətinə, namusuna layiq hərəkətlər edirsən. Sənə nə layiqdirsə sən onu edirsən. Bizə də nə layiqdirsə biz onu edirik. Səsimizi daha ucalardan çatdıracağıq. Daha ucalardan. Sən bu səsi o zaman kəsəcəksən, sən məni öldürtdürəcəksən. Sən mənim səsimi kəsə bilməyəcəksən. Mən sona qədər mübarizə aparacağam və Azərbaycan xalqına bir mübarizə aparan, illərdir bu faciənin içində olan, illərdir repressiyanın içində olan bir ana kimi, bir Azərbaycan